Gəncə xanlığından davam edirik. Deyir ki, Gəncə xanlığına Qacar sülaləsindən olan Ziyadoğullar yaratmışdı. Şahverdi Ziyadoğulların dövründə yaranmışdı. 1147-ci ildə yaranmış xanlıqlardan biridir. Gəncə və Qarabağ xanları bilir ki, Qarabağ bəylərbəyliyi ərazisində yaranmış iki xanlıqdan biri də Gəncə xanlığı olacaqdır. Deyək ki, Gəncə xanlığını 2-ci İraqli 18-ci əsrin 50-ci illəri işğal etmək istəyirdi və buna qarşıdan 1752-ci ildə Şahverdi Ziyadoğlu Osmanlı və Qarabağ xanlığından əlaqələr yaratmışdır. Yəni, sual necə düşür? Deyir ki, Gəncə xanlığı və yaxud da ki, Osmanlı dövlətindən əlaqə yaratmış xanlıqlardan soruşulanda yadımızda qalmalıdır ki, Gəncə xanlığı da Osmanlılarla əlaqə saxlamışlar 2-ci İraqlinin hücumlarına qarşı. Daha sonra 1780-cı ildə Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü 2-ci İraqlı birlikdə Gəncə xanlığını işğal edirlər və burada iki hakimiyyət yaradılar. 1783-cü ildə isə Qarabağ xanlığı da burada olan Qarabağ birlikdə hakimidir. Eyni zamanda Gürcü sarayının nümayəndəsi də buradan qovulur və Gəncədə hakimiyyətlik son çatır. Yəni Gəncədə hakimiyyətlik 3 il davam etmişdir. Amma biz deyək ki, Şamaxı xanlığında isə hakimiyyətlik 1747-1763-cü illərdə olmuşdur. Azərbaycanda hakimiyyətlik 2 dənə xanlıqda olacaqdır. Bir Şamaxı xanlığı, bir də ki, Gəncə xanlığı olacaqdır. Cavad xan 1786-cı ildə hakimiyyət gəlir. Bu ərazisini gücləndirmə siyasəti yeritmişdir və eyni zamanda deyək ki, Borçalına Qazaxı geri almaq istəyirdi Gürcülərdən, amma bunu başara bilməmişdi. Daha sonra isə 1804-cü ildə Rusiyanın Azərbaycan işğalçı yürüşləri başlayan bir vaxtda isə 1804-cü ildə Siyanov tərəfindən Gəncə xanlığı işğal olunur və Gəncə xanlığı ləğv edilmiş olacaqdır. Bakı xanlığından davam etsək, deyək ki, Bakı xanlığının neft, duz və falan istehsal olunur. Daha çox nələri yadımızda saxlamalıyıq əsas. Bakı xanlarının adlarını yadımıza saxlamasaq olar. Bakı xanlarının adlarını yadımıza saxlamasaq olar. Çünki həm adları qarışıqdır, öyrəndə tez yaddan çıxır. Həm də ki, çox olduğu üçün yəni ehtiyac deyil. Amma bilirik ki, Bakı xanlığı 1767-ci ildə Nicah diplomatiyasına Quba xanlığına birləşdiriləcək. Bakı xanlığı hansı ki, Qubalı Fətəli xan ölənə qədər 1789-a qədər Bakı xanlığı da Qubadan asılı halda olacaqdır. Daha sonra isə Bakı xanlığının deyək 1796-cı ildə Rusların işğalına məruz qalır, birinci dəfə, ikinci dəfə isə 1806-cı ildə Ruslar buranı işğal edir və ləğv edirlər. Deyir ki, Nadir Şah öz sağlığında Lənkəran xanlığına daxili muxtariyyət hüququ vermişdir, yəni daxili müstəqillik hüququ vermişdir və daha sonra Nadir öləndən sonra Cəmaləddin Mirzə və yaxud da ki, Qaraxan deyirlər buna. Bu 1747-ci ildə Lənkəran xanlığının əsası olacaqdır. Deyir ki, Cəmaləddin Mirzə siyasi sabitlik yaradacaqdır və öz xoşu ilə 1785-ci ildə Qubadan asılı qəbul edəcəkdir. Qubalı Fətəli xan öldükdən sonra Lənkəran doğrudan asılıqdan çıxacaqdır, deyirik. Daha sonra Mir Mustafa xan dövründə deyək ki, 1802-ci ildə Georgiyevsk müqaviləsini bağlayıb və belə bir məsələ var ki, biz sonraki dərsdə Georgiyevsk müqaviləsini ümumi söhbət edirik oradan. Sadəcə burada bilməliyik ki, Quba xanlığı idi, bir də ki, Lənkəran xanlığı Georgiyevsk müqaviləsini bağlayıb. Bunlar öz istəklərlə istəsəydilər, Rusiyanın himayəsindən keçə bilərdilər. Bu müqavilənin mahiyyəti bundan ibarət idi. 1813-cü ildə Ruslar tərəfindən işğal olunur Lənkəran və ləğv olunacaqdır. Birinci Rus-Qacar müharibəsi sonuncu hansı ki döyüşlərinə aiddir bu hadisələr. Daha sonra Azərbaycan şimal-qərbi sultanlıqları və mənşələrindən danışaq. Azərbaycan şimal-qərbində Car Balakən cəmaatları var. Bu cəmaatların əsasən türk soylu tayfalardır, amma burada deyir ki, avarlar, saxırlar, ləzgilərdə yaşayırlar. Bunları idarə edən ali icra edici orqan, ali xalq yığıncağı idi. Müharibə, söyüş işləri, bütün işlər xalq yığıncağına qərara alınır deyirik. Daha sonra 18-ci əsrin 50-ci illəri Şəki xanlığı deyək ki, Car Balakən ərazisində özünün asılı salmışdır Hacı Çələbinin dövründə, 1750-ci illərdə. Sultanlıqlardan danışsaq, deyək ki, sultanlıqlar, Səfəvilər dövründə yaranan sultanlıqlar vardı. Yadımıza saxlayarıq, İlus, Borçalı və Ərəb sultanlıqları. Bunlar Səfəvilər dövründə yaranmışdır, sonra da fəaliyyət göstərmişdir. Borçalı sultanlığı deyək ki, Qarabağ bəylərbəyliyin ərazisinə daxildir. Hətta Nadir Şah da Borçalını almışdı Qarabağ bəylərbəyliyindən, kimə vermişdi? Gürcülərə vermişdi, yadımıza salaq. Ərəb sultanlığı 1795-ci ildə Şəki xanlığı özünə tabi edir. Ümumiyyətlə deyirik ki, İlus sultanlığı istisna olmaqla bütün sultanlıqları Şəki xanlığı özünə tabi edir. Daha sonra mənşişlərdən danışsaq, deyək ki, 5 dənə mənşiş var idi, Xəmsə deyirlər. Bu mənşişlərin bir dənə burada yerdə əhali olan Xaçın mənşisi idi. Xaçın mənşisinin yəni əhalisi yerdə əhali idi. Amma digərləri isə bura köçüb gəlmişdi. Hardan köçüb gəlmişdiyini əzbərləməyə ehtiyac yoxdur. Yəni hardan köçüb gəlmişdi, onu əzbərləməyə ehtiyac yoxdur. Sadəcə Xaçın mənşisi burada deyir ki, ilk əhalisi yerli idi. Yəni bura hardansa köçüb gəlməmişdi.
Daha sonra bunlar Qarabağ xanlığına qarşı mübarizə aparacaqlar. Hətta Pənahər xan dövründə deyir ki, ilk dəfə Vələndə mənşəyi Qarabağa tabedir. Daha sonra isə Ballıqaya döyüşündə isə Xasım mənşəyi tabedir. İbrahim Xəlil xan da bunlara qarşı mübarizə aparacaqlar. Bu mənşələr Qarabağ xanlığına qarşı daim kənar qüvvələr kömək ediblər və bu Qarabağ xanlığının tərkibindən çıxmaq istəyirlər. 49-dan davam edirik. Azərbaycan torpaqlarının birləşdirilməsinin son təşəbbüslərində Məhəmməd Həsən xan Qacar və Ruslan, yəni Valeriyan Zubovun Azərbaycan yürüşlərindən bəhs olunacaq. Qacarlardan başlayaq. Qacar tayfalarından danışsaq, deyək ki, Qacar tayfaları Türk tayfalarının Bayat tayfasının bir qoluydu. Daha sonra Bayatların bir qolu Qacarlar olacaq. Qacarlar bilirik ki, İrəvan xanlığında idarə etmişlər 1155-ci ildə. Qacarların bir qolu Zeydəoğullar isə əsasən Gəncə xanlığı idarə edildi, Gəncə Şəhriyət xan və həmçində Qarabağ bəylər bəyliyinin vaxtilə ilk hakimləri Zeydəoğullar Səfəvilər dövründə. Qacarlar özləri deyək ki, əvvəl Ağqoyunların tərkibində yaşamışlar. Müəyyən dövrdən sonra isə Şiə məzhəbini qəbul edib Səfəvilərə qoşulmuşlar. Və bundan sonra isə Qacarlar Səfəvilərin Səfəv dövlətinin yaranmasına önəmli rol oynayan 7 əsas qızılbaş tayfasından biri də Qacar tayfası olacaq. Onların ən məşhur şəxslərindən biri isə Qarapiri bəy Qacar olacaqdır ki, Şah İsmailin əsas döyüşlərindən biridir və Toz Qoparan ləqəbi ilə tanınmışdır. Daha sonra Şah Abbasın dövründə Şah Abbas Qacarları Astrabada göndərir və bundan sonra Qacarların böyük hissəsi Astrabad ərazisindən, yəni Azərbaycanın şimal ərazisindən tarixi Azərbaycan torpaqlarına çıxır, İran ərazisinə keçirdilər. Bundan sonra isə bura gələn Qacarlar Qovanlı və Dəvəli qollarına bölünəcəklər. Məhəmməd Həsən xan Qacardan danışsaq, hansı ki, Məhəmməd Həsən xan Qacar da Nadir Şah öldükdən sonra 1747-ci ildə Azərbaycan birləşmə yolunda mübarizə aparan qüvvələrdən biri idi. Kərim xan zərdlə birləşdi. Deyək ki, Azərbaycanı birləşdirmək istedi, İranla və ya keçmiş Səfəv dövlətinin ərazilərini özünə tabe etmək istedi. 1757-ci ildə Qarabağa hücum etmişdi və burada Xatnarxı döyüşünə məğlub olmuşdu. Daha sonra isə sui-qəsd nəticəsində öldürülmüşdü. Bundan sonra Ağa Məhəmməd xan Qacar keçəcək hakimidir. Ağa Məhəmməd xan Qacar deyək ki, düşmənlər və digər türk tayfalarını öz ətrafına birləşdirir. Kərim xan Zərində qarşı mübarizə aparır, lakin məğlub olur. Onun yanında əsir kimi qalacaqdır 1779-cu ilə qədər. 1779-cu ildə Kərim xan Zənd ölür və Ağa Məhəmməd Qacar onun yanından gedir və Astrabada gəlir. Astrabadda bu zaman Dəvəlilərlə Qovanlar bir-birindən düşmənçilik edirlər. Onları barışdırır və onları ətrafında birləşdirir. Və Azərbaycanı birləşdirmək uğrunda və Səfəv dövlətinin əvvəlki ərazidən birləşdirmək uğrunda mübarizəyə başlamış olacaq. Deyək ki, 1786-cı ildə Ağa Məhəmməd xan Qacar İranın böyük hissəsini tutur. Mazandarandır, Gilandır, İsfahandır, Həmədandır, Tehrandır, bu ərazilər tutur. Hətta deyək ki, Tehranı iqamətgahına çevirir. Daha sonra yaradılacaq Qacar dövlətinin paytaxtı Tehran şəhəri olacaqdır. Deyək ki, Cənubi Azərbaycanı tamamilə bu dövrdə 1786-cı ildə özünə tabe edir. Ağa Məhəmməd xan Qacar eyni zamanda Təbrizi Darülsəltənə və yaxud da ki, Şəhzadənin oturduğu yer elan edir 1790-cı ildə. Bunu bir də birləşdirək, deyək ki, 1786-cı ildə mübarizəyə başlayacaqdır Ağa Məhəmməd Qacar və İranın böyük hissəsini tutur, Cənubi Azərbaycanı tutacaqdır və Tehranı iqamətgah edir. Təbriz isə Darülsəltənə elan edir 1790-cı ildə. Bundan sonra isə əsas məqsədidir ki, Səfəvilər dövlətini bərpa etməkdir. Əvvəl hansı torpaqlar Səfəv dövlətinə tabe edir, istəyir ki, həmin torpaqları özünə tabe etsin. Bunun üçün də o əsas hədəflərindən biri Şimali Azərbaycan torpaqları və Gürcüstan ərazisidir. 1995-ci ildə Cənubi Qafqaza yürüş qərarı alır. Bu yürüş zamanı əvvəl diplomatik yola əl atır. Deyir ki, həmin xanlara məktub göndərir, Azərbaycan şimal xanlarına və ona tabe olmalarını deyirdi. Həmin vaxtda Gəncə xanı, Şəki və Quba xanları Ağa Məhəmməd xan Qacara müsbət cavab verirlər, onun yanında yer alırlar. Amma Qarabağ xanı, Lənkəran xanı və İrəvan xanı isə ona qarşı 2-ci İraq ilə birlikdə mübarizə aparmış olacaqlar. Deməli, burada bunları mütləq əzbərləməliyik. Ağa Məhəmməd xan Qacarın yürüyüşü zamanı Ağa Məhəmməd xan Qacarla birlikdə ona müsbət cavab verən xanlar Gəncə, Şəki, Quba xanları. Yəni Gəncə idi, Şəki və Quba xanları Ağa Məhəmməd xan Qacarla dost olacaqlar. Amma Qarabağ, Lənkəran, İrəvan xanı isə ona qarşı mübarizə aparacaqlardır. Əsas hədəfləri, əsas hücum hədəfləri isə Qarabağ xanlığıdır. Qarabağ xanlığını tutmaq istədi.
33 gün deyir ki, Qarabağ xanlığını mühasirədə saxlayır. Daha sonra görür ki, Qarabağ xanlığını tuta bilmir, buradan keçir, gedir Tiflisi tutur. Və bütün Gürcüstanı 1795-ci ildə özünə tabi etmiş olacaqdır. Bundan sonra deyir ki, Xorasanda üsyan olur. Nadir Şahın nəvəsi Xorasanda üsyan edir və bu üsyanı yatırmaq üçün geri qayıtmış olacaqdır. Xorasana geri qayıdır və Muğamda daha sonra deyir ki, 1796-cı ildə Muğamda özünü şah elan edir və bununla da Qacar dövləti yaranmış olur. Qacar dövlətinin paytaxtı Tehran olacaqdır, iqamətgah isə Təbriz şəhəri olacaqdır. Rusların Azərbaycana hücumu 1796-cı ildə olacaqdır. Valeriyan Zubov Cənubi Qafqazda Qacar təhlükəsinin qarşısını almaq üçün Yekaterinanın əmrinə Valeriyan Zubov hücuma keçir. Bu zaman deyir ki, Şamaxı və Quba xanları Zubova qarşı müqavimət göstərəcəklər. İki dənə xanlıq, Şamaxı və Quba xanları müqavimət göstərəcəklər. Amma buna baxmayaraq, deyir ki, Dərbəndi, Bakını, Qubanı və deməli, Xorasanda baş verən üsyan Ağa Məmməd Şah Qacar 1795-ci ildə Azərbaycanın çıxmasına gəlib çıxardı. Daha sonra isə Rusların Azərbaycana 1796-cı ildə gəlməsi və Ağa Məmməd Şah Qacar artıq 1796-cı ildə özünü şah elan etdi və Cənubi Qafqaza və yaxud da Şimali Azərbaycana yenidən hücuma başladı. Və bu zaman tədbirlər görür, hansı ki deyir ki, Ərqulu xan Təbrizə göndərir, özü Ərdəbilə gəlir, burada böyük ordu yığılır. Və daha sonra deyir ki, Qacarın Şimali Qafqaza ikinci yürüşündə yenə əsas hücum hədəfi Qarabağ ərazisi olacaq. 1795-ci ildə Qarabağı hücum edəndə Qarabağı tuta bilməyəcəkdir. Amma ikinci dəfə hücum edəndə deyir ki, Qarabağı tutmuşdur. Ağa Məmməd Qacar bura gələndə, yəni Azərbaycana gələndə Şamaxı, Şəki, Quba, Gəncə və başqa xanları buna tabi oldular. Amma 1796-cı ildə Rusiyaya qarşı müqavimət göstərmədiyi üçün Gəncə və başqa xanların həbs edilmişdir Ağa Məmməd Şah Qacar. Bundan sonra isə 1797-ci ildə Tiflis üzərinə hücum etmək üçün hazırlaşan vaxtda 1797-ci ildə sui-qəsd nəticəsində öldürülmüş oldu. Bundan sonra Baba Şah gəlir hakimiyyətə. O da Şimali Azərbaycandan qoşunları geri çəkir və demək olar ki, bu dövrdə Ağa Məmməd Şah Qacarın 2 dəfə bura hücum etməsi buranı tuta bilmir və Şimali Azərbaycanın Ruslar tərəfindən işğal edilməsinə şərait yaratmış olacaqdır. Və Ağa Məmməd Şah Qacarın Cənubi Qafqaza və yaxud da Azərbaycana hücum etməsi Azərbaycan xanları arasında olan belə deyək də, münaqişələri daha da alovlandıracaqdır. Burada olan o dağınıqlığı daha da artıracaqdır bu iki yürüşdən iki yürüş. Xanlıqlar dövründə ictimai-iqtisadi mədəni həyata baxanda deyək ki, xanlıqlar dövründə feodallar var idi, Elbəyi, Ruhani var idi, daha sonra xan var idi, sultan var idi, bunları yadımıza saxlayarıq. Və kəndli təbəqəsi var idi. Kəndli təbəqəsində rəiyyət, rəncbər elatlara bölünürdü. Rəiyyət deyir ki, azad kəndlilər idi, xan və dövlətə, yəni xanlığa vergi verdilər. Amma rəncbərlərin vəziyyəti biraz daha ağırdı, çünki rəncbərlər torpaqsız kəndlilər idi. Onlar istehsal etdikləri məhsulun böyük hissəsini xanlığa verirdilər. Elatlar var idi, deyək ki, elatlar köçəri həyat yaşayan, maldarlıqla məşğul olan əhali idi. Elatlar deyək ki, müharibə zamanı orduda xidmət edirlər və bunun üçün də xana az vergi ödəyirlər. Baxın, elatlar az vergi ödəyəcək. Amma biz birazdan mən deyəcəm, müaflar isə ümumiyyətlə heç vergi ödəməyəcəklər. Deyək ki, xan var idi, xan xanlığı idarə edən idi. Vəzir xandan sonra ikinci yerə gəldi. Naib, deyək ki, naib vəzifəsi var idi. Naiblər mahalları idarə edirdilər. Daha sonra kəndxudalar kəndxuda və yaxud da yüzbaşı kəndləri idarə edəcək. Kəndlər və yaxud da Qalabəy isə şəhərləri idarə edəcəkdir. Biz darğadan danışırıq. Deyək ki, darğa polis rolunu oynayırdı. Naiblər təsərrüfatı idarə edirdi, əsasən xanlıqda. Xanın göstərişlərini yerinə yetirdi, vergilərin yığılmasına, toplanmasına, vergilərin miqdarına nəzarət edəcəkdir naib. Şəhər ağsaqqalı var idi. Şəhər ağsaqqalı deyək ki, məhəllələri idarə edirdi. Xanın və naibin, xan yasaqlarının verdiyi fərmanları yerinə yetirdi. Hansı ki, məhəllədən vergilərini toplayıb xanlığa təhvil verirdilər. Darğa dedi ki, polis rolunu oynayacaq. Ustabaşlar isə sənətkar və yaxud da əsnaf birləşiklərə rəhbərlik edəcəkdir. Maaflar dedi ki, maaflar vardı. Maaflar asayişi qoruyan idi və xan maafları hər zaman əldə silah xanın göstərişini gözləyirdilər. Kənd çıxışlarını yatırmaq üçün istifadə olunurdu maaflardan. Xüsusi polis dəstələri deyə bilərik. Və maaflar xana heç bir vergi vermirdilər. Bütün vergilərdən, rüsumlardan, mükəlləfiyyətlərdən azad edilmişlər. Bu dövrdə ən geniş yayılmış torpaq mülkiyyət formasıdır, yəni tiyul torpaq mülkiyyət formasıdır.
Tüy torpaqları əvvəllər xidmət müqabilində belədir. Şərti keçsə də, xanlıqlar zəiflədiyi dövrdə artıq bu torpaqların verilməsi irsən keçməyə başlayacaqdır. Malcəhət vergisi verənlər əhali xanlıqlar dövründə məhsul vergisi deyək, çoxbaşı vergisi verəcəklər otlaqdan istifadə etdiklərinə görə, məsələn, bağbaşı vergisi var idi, bağlardan istifadə etdiklərinə görə. Daha sonra darağalıq vergisi alırdı əhalidən, polislərin maaşını ödəmək üçün. Bayramlıq verirdi əhali feodallara, bayram vaxtları və hədiyyə verirdi, buna bayramlıq deyirdilər. Mirzəyanə xanlıqda olan mirzələrin, yəni məmurların, aşağı rütbəli məmurların vergilərini ödəmək üçün əhalidən vergini alırdı, yəni xanlıqda xidmət göstərənlərin maaşlarının həmin vergilərindən verirdi deyə bilərik. Bir də kənətərlik var idi. Kənətərlik vergisini də deyir ki, kənətərlərin maaşını ödəmək üçün əhalidən alınır. Biyar və əvrəz adlı iki mükəlləfiyyət var idi. Deyir ki, əvvəlcədən müəyyən olmuş vaxtlarda əhalinin xanın və yaxud da ki, naiblərin göstərişinə uyğun olaraq mükəlləfiyyətləri yerinə yetirmiş olacaqlar. Bu dövrdə 18-ci əsrin ikinci yarısında yeni şəhərlər yaranmışdır. Ümumiyyətlə 18-ci əsrin ikinci yarısı demək ki, 18-ci əsrdə bu dövrdə, yəni yeni şəhərlər yaranmışdır. Biri Yeni Şamaxı idi. Yeni Şamaxının Nadir xan dövründə yaranmışdır. 1134-də Şamaxının hansı tutandan sonra Şamaxının əhalisini Şamaxını dağıdır, əhalisi isə Ağsuya köçürüldü. Daha sonra bu dövrdə Şuşa və Quba şəhərləri yaranmış olacaqdır. Çalağayı da baş örtüsü kimi istifadə olunur. Bir də bədii tikmə növləri vardır. Güləbitindən təkəldüz var ki, bədii tikmə növləridir. Bu güləbitinlə təkəldüzün vətən deyiləcək ki, şəkildir. Bunu yadımıza saxlayaq. Yəni, buradan Çalağayını yadımıza saxlayaq. Güləbitindən təkəldüzü yadımıza saxlayaq ki, bədii tikmə növləridir və şəkildir bunların vətəni. Deyək ki, Qubanın, ümumiyyətlə, xalçaçılıq Azərbaycanda çox inkişaf edəcəkdir. Qubanın çit xalçaları məşhur idi. İrəvanın xovlu və xovsuz xalçaları vardı. Qarabağın məşhur bağçada güllər, saxsıda güllər nədir? Yaxşıdır, Nasirə, həyasızsan, Nasirə, imkan verir. Deməli, son hissədə memarlıq abidələri var. Şəkixan sarayıdır, məsələn, 1163-cü ildə tikilmişdir. Məsələn, onlar daha sonra Qarabağda qalalar tikilmişdir.